Şaman xanlığı. Şaman xanlığı Şirvan Bəylərbəyliyi ərazisində yaranan xanlıqlar dediyi hansılardır? Keçən bir videolarda da demişdik. Şirvan Bəylərbəyliyi yaranan xanlıqlar hansılar olacaqdı? Quba, Dərbənd, Bakı, Şəki, Lənkəran və Lənkəranla bərabər Şaman xanlığı da Şirvan Bəylərbəyliyi olacaq. Şaman xanlığı, bilirsiniz, Şamaxı şəhəri 1734-də Nadir xan tərəfindən dağıdılacaqdı, əhalisi köçürüləcəkdi Ağsuya. Elə ona da Yeni Şamaxı adlandıracaqdı. Elə xanlıq da yarananda Yeni Şamaxı və Köhnə Şamaxı adlı iki hakimiyyətli xanlıq olacaq. Ümumiyyətlə Şamaxı xanlığını 1747-1763-cü illəri əhatə edib iki hakimiyyət deyil. Burada Yeni Şamaxıda Məhəmmədəli xan idi, Köhnə Şamaxıda isə ağası qardaşları idi və sərkarı isə Məhəmməd xan olacaq. 1763-cü ildə Yeni Şamaxı nümayəndələri mübarizədə məğlub olacaqdı və Şamaxı tamamilə sərkarlar sülaləsinin hakimiyyəti altına düşəcəkdi. Şaman xanlığı digər xanlıqlara nisbətən ən böyük xanlıq hesab olunur, yəni ərazisi ən böyük və ən zəngin xanlıq hesab olunacaqdır. Yəni bunu diqqətli şəkildə yadınızda saxlayın. 1765-ci ildə, 1700 daha doğrusu 48-ci ildə bildiyiniz kimi Şaman xanlığı Şəki ilə müttəfiq olaraq kim üzərində hücum edir? Qarabağ üzərində hücum edir, məğlub olub geri çəkiləcək. 1755-ci ildə isə Şəki xanı hücum edəcəkdi Şamaxıya. Hacı Çələbi xan Şamaxını tabe eləmək istəyəcəkdi. Lakin Hüseyn Əli xanın köməkliyi ilə Şəki xanı da məğlub olub geri çəkiləcək. Dediyimiz kimi 1763-cü ildə nə olacaqdı? Hansı hadisə baş verdi? Şaman xanlığı birləşdirəcək. İndi gələk baxaq hadisələrin özünə. 55-də İrəvanda saray çevrilişi, Qacarların gəlişi. 63-də biz nə deyəcəyik burada? Şiraz qonaqlığı və yaxud Urmiya Fətəli xanın məğlub olması bu tipli bir şey verə bilər. Və yaxud da Urmiyadan Kərim xan Zənddən Qarabağın və digər xanlıqların əsir düşməsi və yaxud da aslan düşməsi verəcək. 1765-ci ildə Quba ilə Şamaxı arasında razılaşma var. Nə razılaşması idi bu? Quba Şamaxını şimali gələn hücumlardan qoruyacaqdı. Şamaxı isə bunu qarşılığında vergi və ya da xərac ödəyəcək. Baxın, bunların heç biri kitabda yox. Yəni Şaman xanlığı dərisində yox. Bunları eyni ilə Şaman xanlığı yazırsınız ki, ondan əlaqələndirəndə daha rahat beyninizdə sabit qalsın. Sonra gəldik Şaman xanlığına baxdığımızda 18-ci əsr daha doğrusu götürəndə biz 90-cı illərini verəndə Şaman xanlığında Qacarın yürüyüşünü görürük. ABM xan Qacar yürüyüşdən məruz qalmaq və ABM xan Qacar asla düşmək. Ümumiyyətlə Şimal xanlığı hamısı oxşar cəhəti verə bilərsiniz. Bunu Qubaya da verə bilərsiniz, Qarabağa da verə bilərsiniz. Sonra 1805-ci ildə Rusiya ilə saziş imzalanacaqdı. 1820-ci ildə Ruslar tərəfindən varlığına son qoyulacaqdı. Bu sizin Şaman xanlığı olacaq. Keçək digər xanlığımız olan Gəncə xanlığına. Gəncə xanlığı Qarabağ Bəylərbəyliyi ərazisində yaranmışdı. Qarabağ Bəylərbəyliyi ərazisində yaranması Gəncə xanlığını bir növ Qarabağla oxşar cəhət verə bilərsiniz. Gəncə xanlığı Ziyadoğullar tərəfindən əsası qoyulur. Ziyadoğullar uşaqlar Qacarlara bir növ belə qohum sülalədir. 1747-ci ildə yaranmışdı Gəncə xanlığı. Sonra nə deyəcək burada? 1752-ci ildə iki hadisəsi var Gəncə xanlığının. Bir, Qızılqaya xəyanətinin iştirak. İki, verəcəksiniz Osmanlıya elçi heyəti. Elçi heyəti. Osmanlıya elçi heyəti göndərməsi Şəkinin 1784-ü ilə oxşar cəhət eləyib. Hacı Çələbin dövrü yoxdur, amma Hacı Çələbin məntiqdən özünün hakimiyyət dövrünü ölçə bilərsiniz da, yəni 40-cı illər və yaxud da 50-ci illərdə verə bilərsiniz. Elçi heyəti verəcək. Gəncə xanlığı bilirsiniz ki, 40-cı illərdə Qarabağdan asılılığı qəbul edəcəkdi. 40-50-ci illərdə Qarabağdan asılılığı qəbul edir. Qarabağdan asıllıq qəbul edilmək, elə İnəclə yadda saxlısınız, İrəvan, Naxçıvan, Ərdəbillə bir formada verək, Gəncəni götürürsünüz. Sonra 1780-ci ildə Gürcülərlə Qarabağ xanlığı birləşib, Gəncəni ələ keçirir və 1780-83-də Gəncədə iki hakimiyyət yaradacaq. İki hakimiyyətli olması kimin oxşar cəhət oldu? Şamaxı ilə oxşar cəhət olacaq. 83-də isə xalqın üsyanı nəticəsində Gürcü sarların nümayəndələri və Qarabağ xanlığı, Pənahi xan nümayəndələri qovulacaqdı və Gəncədə hakimiyyət yenidən xan hakimiyyəti bərpa olacaq. 1786-cı ildə isə Cavad xan
hakimiyyətə gələcək. Gəncə xanlığının digər İrəvan və Naxçıvan xanlığı kimi oxşar cəhəti, bir də Şəki xanlığı kimi oxşar cəhəti gürcülərlə mübarizə əsas aktual rol oynayacaqdı. Amma burada deyə bilərsiniz ki, ay müəllim, Quba xanlığı da gürcülərlə mübarizə var, tamam, razıyam. Amma məsələ nədir? Qazax Şəmşədli Borçalı məsələsi uğrunda sırf oxşarlıq götürürsə, İrəvan, Gəncə və Şəki əsas mübarizə meydanıdır. Xüsusilə Şəmşədli ilə bağlı olan iddiası Gəncənin axıra kimi davam edəcək. Yəni Şəmşədli ilə bağlı olan iddia hər zaman davam edəcək. 1795-ci ildə Qacardan asıllıq, 1796-cı ildə Ruslardan asıllıq, 95-də Ağaməmməd xan Qacarı Gəncəni beləcə asılı salması Cavad xan könüllü asılı düşür və 95-də Ağaməmməd xan Qacarla birlikdə Gürcüstanda səfər, Tiflisi tutmaq və geri qayıtmağı da buradan götürə bilərsiniz. 96-da dediyimiz kimi Rusların asıllığı, 1797-ci ildə yenə Qacarlardan asıllıq, 1803-cü ildə Quruqovu döyüşü olacaqdı. Quruqovu döyüşündə, bunu kitabda yoxdur, gələcək dəstədə keçəcək, amma indidən deyim, Ruslara məğlub olur və 1804-cü ildə ilk Rus işğalına məruz qalan xanlıq Gəncə xanlığı olacaq ki, burada da Kamilda Didar Rüsulu tətbiq olunur. Süqutlar zaten yəni eynidir. 1800 Ruslar tərəfindən damısı. 1804 deyək ki, verəcək Gəncəni, 1819 Şəkini, 20 Şamaxını, 22 Qarabağı, yəni bunların hamısını verəcəksiniz. Yəni o formada verəcəksiniz. Keçək Gəncədən sonra Bakı xanlığı. Bakı xanlığı bilirsiniz, 15-ci əsrdə etibarən Bakı şəhəri əsas liman şəhəri kimi götürülür. Elə liman şəhəri olaraq da xanlıq da strateji mövqedə yerləşəcəkdir. Bakı xanlığı birinci xanlığın əsasını qoyacaqdır birinci Mirzə Məhəmməd. Birinci Mirzə Məhəmməd qoyur. Birinci Mirzə Məhəmməd Bakı xanlığının əsasını qoyacaqdır. Bunun dövründə iqtisadiyyat canlanacaqdır və qala divarlar düzələcəkdir. Sonra hakimiyyətə Qubalı Fətəli xanın köməyi ilə Məlik Məhəmməd gələcəkdir. Məlik Məhəmməd Qubalı Fətəli xanın dəstə ilə gəlməsi Şəkidə Hüseyn xandan oxşar cəhətdir. Bilirsiniz, Məlik Məhəmmədin qohumuydu öz yerində, yəni bunu bilirsiniz. Və 60-cı ildə Qubadan asılı düşəcək. 60-cı ildə Qubadan asılı düşmək, Bakını Şamaxı ilə oxşar cəhət edirsiniz, Cavadla oxşar cəhət edirsiniz. Amma ümumiyyətlə Qubadan asılı vəziyyət düşmək Dərbəndlə də, Salyanla da, Şəki ilə də, Lənkəranla da oxşar cəhət eləyəcəksiniz. Sonra hakimiyyətə ikinci Mirzə Məhəmməd gəlir. Mirzə Məhəmməddən sonra hakimiyyətə Hüseynqulu xan gələcəkdir. Hüseynqulu xanın dövründə 1795 Qacarlardan, 1796 Ruslardan asıllıq, yenə 1797 Qacarlardan asıllıq dövrü olacaqdır. 1806-cı ildə Ruslar yürüyüş edib Bakını tutur və Bakının varlığına son qoyur. Burada da Kamilda Didar Rüsulu yaradacaq. Sonra keçdik Lənkəran xanlığına. Deyəsən Lənkəran gəlir növbədə. Lənkəran xanlığına gəlir. Lənkəran xanlığını digər xanlıqlardan fərqləndirən cəhət Səfəvi sülaləsi tərəfindən və yaxud da Səfəvilərə yaxın sülalə tərəfindən əsası qoyulan xanlıq hesab olunur. Lənkəran xanlığı. Əsasını Qara xan və yaxud da Mirzə Cəmaləddin xan qoymuşdu 1747-ci ildə. Vaxtilə Səfəvi və Əfşarlar dövründə, Əfşarlar dövründə xüsusən bunun daxili özünün idarəetmə orqanı vardı, amma bir növ xanlıq və yaxud da dövlət deyildi. Amma digər fərqləndirən yenə dediyimiz ki, Səfəvi sülaləsi tərəfindən əsası qoyulan xanlıq hesab olunurdu. Mirzə Cəmaləddin bəy tərəfindən. Lənkəran xanlığına da gəldiyimizdə biz nəyə baxırıq? 1785-ci ildə Qubanın asıllığını qəbul elədiyini görürük. 1790-cı illər Qacarlardan asıllığı qəbul elədiyini görürük. Cəmaləddin xandan sonra dövründə. Sonra gəlirsiniz burada 1802-ci ildə Mustafa xanın dövründə Ruslarla Georgiyevski müqaviləsini imzalayır. Yəni Rusların təbəliyinə keçməklə bağlı. İstəsəydi yəni keçə bilərdi, amma Ruslarla bir ticarət müqaviləsi imzalanır. Həm də buna ticarət müqaviləsi deyilir. 1813 Gülüstan sülhünə görə həmçinin 1813-də də Lənkəran xanlığı Ruslar tərəfindən işğal olunacaqdı və 1826-cı ildə Lənkəran xanlığı da varlığına Ruslar tərəfindən son qoyulacaq. Bu da sizin ümumi xanlıqlar dərsinizdir.